öncədən bütün təbliğ istəyirəm, hamısına salamlayıram. Dedim var ki, Xocalı ilə bağlı Şamil müəllim bütün nə varsa hamısını açıq aydın şəkildə Mən ən böyük arzum olardı ki, bizim qarşımızda oturan şagirdlər, tələbələr günlər keçdikcə qarşıda gələn bütün proseslərdə aktiv iştirak etsinlər. Çünki bizim gələcəyimiz hal-hazırda burada oturanlardır. Bilmək olmaz, bunlar gələcəkdə akademik ola bilər, alimi də ola bilər, hətta prezidenti də ola bilər. Bacardığımız qədər müəllimlərimizə hörmət eləməliyik, çünki biz bir ömür müəllimlərimizə hörmət eləməliyik. İlk dəfə ana sözü, vətən sözünü yazmayı bizə müəllimlərimiz olur. Mən bu yaşda belə müəllimlik görəndə Allah ölənlərə rəhmət versin, qalanlara uzun ömür versin. Vallahi billah mənim müəllimin əlindən öpürəm. Alqışlayaq müəllimlərimizi. Yazdığımız hər bir əsərin belə, hər bir məqalənin belə, hamısının başında anamızla bərabər müəllimimizdir. Çünki evdə ana tərbiyə verdiyi kimi, məktəbdə də müəllim tərbiyə edir. Ona görə mən bütün şagirdlərə arzulayardım ki, müəllimlərin sözünə diqqətlə qulaq assınlar. Oxusunlar ki, gələcəkdə bu mənfur düşmənlərimizlə mübarizə aparmaq artıq onların öhdəsində gələcək. Və biz fəxr eləməliyik ki, bugün azad Azərbaycanda yaşayıq. Başqa ölkələrə gedəndə biz xəcalət çəkirik. Çünki deyə bilmirik azad ölkə. Deyirlər ki, torpağıyız, əsiriyiz, müəyyən şərtlər qururlar insanlar. Amma bugün biz fəxarət hissi ilə deyə bilərik ki, biz Azərbaycanın vətənində yaşayıq. Bunun üçün də biz şəhidlərimizə bir ömür borcluyuz. Allah onlara rəhmət versin. Qazilərimizə can sağlığı versin. Və ən əsası, möhtərəm prezidentimiz, Ali Baş Komandanımız bu sevinci bizə yaşatdığı üçün şəhidlərimizlə, qazilərimizlə bərabər ona təşəkkürümüzü. Diqqət üçün çox sağ olun.